Doktor, ən təhlükəli bir vəziyyət olubmu? Hansı ki, belə deyək də, özünüz də təəccüblənibsiniz ki, necə bu uşaq bunu da bilib? Dediyiniz hal olubmu? Məsəl üçün, görəndə həmin yad cismi düşünübsünüz ki, bu uşaq bunu necə uda bilib? Belə dediyiniz hal olubmu? Bəli, mən bir yad cisim çıxardım təqribən uzun müddət öncə olardı. Bu yeni il dövründə idi. Uşaq bu şampan partladılan zaman ki, onun qapağı ki var, bəli, onun yəni valideynin əlindəykən o partlayır və bir şəkildə uşağın ağzına girir. Bəli, belə bir hadisə. Həqiqətən, doktor. Və o qida borusunun üst tərəfini tamamilə qapatmışdı. Yəni biz onu çox çətinliklə oradan çıxara bildik, amma belə bir şey, yəni o elə bir hadisədir ki, valideyn, hətta onlar axtarırlar ki, bu qapaq hara getdi, yəni elə bir sürətli şəkildə bir də baxırlar ki, uşaq boğulmağa başladı, yəni. Belə bir hal baş vermişdir. Tamaşaçılardan çox üzr istəyirəm, güldüyümə görə mütləq ki, yazacaqlar ki, gülməli hadisə deyil, niyə gülür aparıcı, sadəcə komik haldır, yəni kimsə düşünsə bir ağla gəlməz ki. Onlar əslində sevinirdilər orada, heç ağla gəlməzdi ki. Ağla da gəlməz. Şəxsən mənim heç ağlıma gəlməz ki. Bunu bir neçə dəfə məşq etsələr də alınmaz əslində. Mümkün deyil, yəni bir uşaq orada ola bilsin gülürdü, ağzı açıq idi və s. Kiminsə qucağında idi və 3 yaşında bir uşağın ağzına girib ora girməsi və tıxaması çox belə maraqlı bir hadisə idi. Bəs necə çıxardınız, doktor? Onu sərt tutucularla, düzdür, qida borusunun üst tərəfi çox ödemli, qanamış vəziyyətdə idi. O uşağı bir müddət tənəffüs aparatına bağlı saxladıq ki, biz o ödem çəkilsin ki, rahat nəfəs ala bilsin uşaq. Amma belə deyək də bir bədbəxt hadisə idi, amma əslində nəticəsi yaxşı oldu, yəni uşaq toparladı.